Dostlar, salamlayıram sizi. Bilirsiniz ki biz Siciliya müdafiəsi ilə bağlı bir YouTube kanalımızda və yaxud da başqa kanallarımızda videolar paylaşmışdıq. Deməli, əjdaha variantını, Naydorf variantını və yaxud da bəzi tələləri öyrətmişdik. Həmçinin də Siciliya müdafiəsinə qarşı Wing Gambiti paylaşmışam. Həmçinin də növbəti videolarda Portsmouth Gambitini də mən sizlə paylaşacağım. Amma hal-hazırda biz Siciliya müdafiəsində fransız variantına gəlin baxacağıq. Çox güclü müdafiədir və rəqibi çaş-baş salan müdafiədir. Həmçinin də belə rəqibi tez tələyə salmaq olar. Gəlin indi həmin versiyalara bir-bir baxaq. Yenə də mən gördüyünüz kimi kameramın altında bu hissədə ən çox oynanılan insan gedişlərinə əsasən bu variantları hazırlamışam və ona uyğun gedişlərlə hazırlamışam. Gəlin bir-bir baxaq. İndi mən əsas variantı deyəcəm. Deməli, əsasən oyunçular deməli 80% oyunçu Y4 oynayır. Yəni ən populyar oyundur bu. Bundan sonra artıq C5 gedişidir. C5 gedişi artıq piyadanı götürür. Bilirsiniz ki, mərkəz piyadasına qaralar cinah piyadasından hücum edir və ağların mərkəz piyadasının birini ortadan götürmək üçündür. Bundan sonra ağlar atını çıxır F3-ə. Atı F3-ə çıxmaqla artıq D4 eləyəndə sən piyada ilə götürəndə rəqib isə atla götürür burada. Burada isə bizim növbəti variantımız, məsəl üçün Siciliyanın əsas variantlarından biri məsəl üçün D6 eləməkdir. Yəni atı çıxanda F6-ya piyadanı qabağı eləyib atı narahat eləməsin. Sonra burada atı çıxa bilərsən. Məsələn, Alexon variantı var. Məsələn, C6-ya çıxırsan atı və yaxud da D6-dan sonra artıq A6 eləyirsən ki, fillə də şah verməsin və yaxud da bu D6 eləyəndən sonra atı F6-ya çıxıb piyadaya hücum eləyə bilərsən. Ancaq burada növbəti gedişdə biz əlbəttə ki, fransız variantı ilə oynayırıq deyə Y6 gediş eləyirik. Bəli, bundan sonra artıq piyadanı qabağa verməyimiz var. Fransız variantı niyə deyirlər? Çünki fransız müdafiəsində də birinci gediş qaralarda Y6 gedişidir. Bundan sonra rəqib isə D4 eləyir. Gəlin açılış şakifindən baxaq. Deməli D4 oyunçusu, deməli 60% oyunçu D4 eləyir. Gördüyünüz kimi rəqib də D4 eləyir. D4-dən sonra artıq biz onun mərkəz piyadasını götürməliyik cinah piyadamızdan və bizim C piyadamızın da onsuz da missiyası ondan ibarətdir. Və rəqib də atla götürür. Bizim isə növbəti atımızı çıxmaq vaxtıdır. Növbəti atı çıxanda artıq rəqib piyadanı qabağa verə bilər. Ancaq növbəti gedişdə ola bilər ki, fili gəlsin, sonra piyadanı qabağa versin ki, ata hücum eləsin. Amma eləməyə də bilər. Məsələn, atını C3 xanasına çıxa bilər. Birinci piyadasını müdafiə eləyə bilər. Və biz növbəti atımızı çıxırıq. Əlbəttə ki, rəqibin bu atı götürməyə yanlış həmlədir. Çünki biz mərkəzə artıq 3 piyada verəcəyik. Və rəqib isə filini gəlir. Filini gəlməkdə məqsəd artıq atı bağlamaya salır. Gördüyünüz kimi atı biz artıq çəkə bilmirik. Məcburuq fili bura qoyaq ki, at bağlamadan çıxsın və növbəti gedişdə Y5 gediş eləyərək ata hücum eləyə bilər. Və burada biz filimizi çıxırıq. Biz məsələn burada daha sakit həmlə kimi məsələn fili Y7-yə qoymaq olar. Fili Y7-yə qoyanda artıq atımızı istənilən vaxtı çəkə bilərik. Çünki bağlamadan çıxır. Ancaq biz daha aqressiv yolunu seçirik və filimizi B4-ə qoyaraq biz də onun atını bağlamaya salırıq. Rəqib isə bizim atımızı götürdü. Biz isə cinah piyadamızı, yəni B piyadası ilə götürürük. Çünki mərkəz piyadası ilə götürəndə artıq rəqib vəzirləri dəyişəcək. Burada yəni maraqsız bir oyun olacaq və burada Siciliyanın müdafiəsinin bu variantında vəzir bizə daha çox lazım olduğundan biz vəziri hələ dəyişməyə üstün bilmirik. Burada isə rəqib gördüyünüz kimi artıq piyadanı qabağa verdi və at gördüyünüz ki, təhlükədir. Sizə bir 3-4 saniyə vaxt verin və siz burada çıxış yolunu tapa bilərsinizmi bu gedişdə? Məsələn, atımız hal-hazırda düşüb, belə deyək. Deməli, bizim burada sağ cinahımızın açmağının səbəbi vəzirlə artıq A5 xanasına gəlməkdir və A5 xanasına gələndə artıq rəqibin piyadasına da hücum eləyirik. Məsəl üçün, vəziri A5-ə gələndə həm piyadaya da hücum eləyirik, həm də artıq atı vuraraq şah veririk templə. Rəqib piyada ilə götürəndə artıq biz atı ikinci səfər vuraraq artıq topuna hücum eləyirik və yaxud da filini qaytarsa artıq mərkəz piyadasını da götürürük. Burada rəqib piyada ilə götürə bilər. Başqa variantlara baxacağıq. İndi bu hələ ki bizim birinci variantımızdır. Əgər
deməli piyada ilə bizim atımızı götürsə, biz əlbəttə ki, rəqibin gördüyünüz kimi filini götürəcəyik. Bu məlum məsələdir. Filini götürəndən sonra rəqib məsəl üçün piyada ilə bizim piyadamızı vura bilər və topa hücum eləyə bilər. Gördüyünüz kimi biz əlbəttə ki, həmin piyadanı vəzirlə götürürük və gördüyünüz kimi artıq at bağlamadadır. Rəqib isə atı bağlamada çıxartmaqdan ötürü, yəni heç olmasa fillə vurandan sonra vəzirlə vurmaq üçün məsəl üçün belə bir gediş eləyə bilər. Burada da bizim maraqlı gedişimiz var. Deməli filimizi qurban veririk. 6 xanasından əlbəttə vəziri çəkə bilmir. Çünki vəziri çəksə yenə də biz atımızı vururuq və yaxud da yenə də fili vuraraq rəqibin qala qurmasının qarşısını ala bilərik. Burada rəqib vəzirlə götürsə biz atı vuraraq şah veririk. Əlbəttə ki, rəqib piyada ilə götürür. Burada isə biz vəzirlə vururuq. Burada şah hər hansı bir yerə getsə artıq rəqibin topu gedir və burada artıq qazanc vəziyyətidir və burada oyunu udmaq olar. Gəlin indi başdan yenə də oyuna baxaq. F3 xanasına çıxandan sonra atı, deməli burada bizim növbəti gedişimiz Y6 gedişi idi. Gəlin burada məsəl üçün F3-ə çıxmır. Tutaq ki, atını bayaqları F3-ə çıxmışdı. İndi atını F3-ə çıxmır rəqib. Məsəl üçün birbaşa D4 eləyir. D4 eləyəndə artıq biz həmin piyadanı götürürük. Mərkəz piyadası ilə yenə də deyirəm, burada başqa gediş eləmək lazım deyil. Bizim Siciliya müdafiəsində C piyadamızın getməyinin əsas səbəbi D piyadasını götürməkdir. Burada rəqib C3 eləyə bilər, yəni Smith-Morgan bitindən istifadə eləyə bilər. Burada isə biz birbaşa, yəni bu piyadanı götürsək artıq rəqibin atını aktivləşdirmiş ola bilərik. Ancaq biz o aktivliyi ona vermirik və birbaşa D5 piyadasını qabağa verərək biz də rəqibin mərkəz piyadasına hücum eləyirik. Burada rəqib əlbəttə ki, bizim piyadamızı götürür və biz onu vəzirlə götürürük. Artıq rəqib atla götürür. Məsələn, biz bunu vursaydıq, rəqib atla, məsəl üçün biz mərkəz piyadasını vursaydıq, rəqib burada çox vaxtı atı çıxıb vəzirimizə hücum eləyir. Ancaq burada gördüyünüz kimi C3 xanası piyada var deyə artıq rəqib oradan atını çıxa bilmir və vəzirimizə templə hücum eləyə bilmir. Bundan sonra artıq mərkəzdəki piyadanı öz C piyadası ilə götürür və biz Y5 eləyirik, yenə hücum eləyirik mərkəz piyadasına. Rəqib isə burada vursa biz yenə vəzirlə vuraraq şah verə bilərik və yaxud da vəziri dəyişə bilərik. Ancaq rəqib burada yenə də vurur həmin piyadanı. Burada isə biz vəziri dəyişirik. Rəqib şahla götürür. Burada isə biz atımızı C6 xanasına çıxırıq. Rəqib F4 eləyib piyadasını qorumalıdır. Çünki biz atla həmin piyadaya hücum eləmişik. Burada biz fillə şah veririk. Əlbəttə bizim şansımız çoxdur. Rəqib filini qoya bilər və yaxud da atını qoya bilər. Ancaq ən yaxşı vəziyyətdə, belə bir vəziyyətdə rəqib hücuma qarşı hücum oynaya bilər. Yəni atını qoysa at bağlamada olur. Sonradan fili çıxa bilməyəcəkdir. Fili çıxmaq üçün gərək piyadanı qabağa verə və yaxud da atını bağlamadan çıxardı. Ona görə də rəqib burada məsəl üçün filini qoya bilər ki, hücumdan qarşılıq versin. Burada isə bizim növbəti tempimiz böyük qala quraraq topla şah verməkdir. Əlbəttə ki, şahın Y1 xanasına getməlidir. Çünki bura getsə artıq fili düşür və rəqib burada fili düşür deyəndə, yəni filini götürürük və vəziyyəti çətinləşir. Yəni şahını birinci yataydan çəkmək istəmir rəqib. Burada isə biz filini götürürük rəqibin. Rəqib atla götürür əlbəttə ki. Burada biz digər atımızı B4 xanasına qoyaraq artıq buradan çəngəl istəyirik. Və rəqib A3 eləyə bilər. Yəni bu xananı qorumalıdır rəqib və orada qorumasa artıq şahını da yaxınlaşdıra bilmir. Gördüyünüz kimi topumuz imkan vermir. Ona görə şahını yaxınlaşdırıb çəngəldən çıxmaq olmur və rəqib məcburdur ki, burada atını çıxsın. Həmçinin də bu xananı ağ fil qoruyurdu. Ancaq biz ağ fili ortadan götürdük deyə rəqib artıq məcburdur ki, atını A3 xanasından çıxsın. Yəni atını A3 xanasından çıxmaq ağlar üçün də pasiv vəziyyətdir. Ancaq bizim burada atla şahımız var. Deməli D3 xanasından atla şahımız var. Rəqib isə burada F1-ə gəlməlidir. Çünki bura gəlsə biz yenə açaraq şah veririk və rəqibin məsəl üçün D1 xanasına gəlsə biz yenə atla da çəngəl eləyirdik, yenə topunu götürürdük. Ona görə məcbur rəqib F1 xanasına gəlməlidir. Buradan atla piyadasını götürürük. Əlbəttə ki, atımızı fikirləşə bilərsiniz ki, qurban verdik. Ancaq burada növbəti gedişdə topla, məsəl üçün burada rəqib Y piyadası ilə, məsələn, piyada ilə götürsə bizim atımızı, burada biz D1 xanasından topla şah veririk. Əlbəttə ki, şahın bir gedişi var, qabağa çıxmalıdır. Burada isə rəqibin H1 topu artıq gördüyünüz kimi düşdü və demək olar ki, ağların oyunu iflic vəziyyətindədir.
Gəlin indi növbəti varianta baxaq. Deməli F3 gedişindən sonra biz Y6 bayaqki kimi əsas variantda dedim, gəldik. Burada isə rəqib D4 eləyə bilər. Burada məsəl üçün biz D4 eləmədi. Tutaq ki, filini bayaqları dedim ki, piyadanı D4 elədi rəqib. D4 elədi və biz həmin piyadanı götürdük. Gəlin indi D4 eləmədi. Rəqib tutaq ki, bu gedişi geri qaytaraq. Tutaq ki, rəqib C4 elədi. Filini C4 xanasına çıxdı. Və rəqib gəlin baxaq kəşfiyyatda görək C4 gedişini eləyən olubdumu? Neçə faiz adam eləyibdi. Məsələn, gəlin bu gedişi qaytaraq və D4-dən sonra görək C4 gedişini də neçə nəfər eləyibdi. Deməli bu gediş. Gəlin C4-ə baxaq görək C4 eləyən olubdumu? D4 bəli C4 eləyən olubdu. 243.000 nəfər məsələn üçün C4 eləyibdi. Gəlin indi C4 vəziyyətinə baxaq. C4 vəziyyətində biz mərkəzdən hücum eləyirik rəqibə, yəni D5 gedişi eləyirik. Gördüyünüz kimi filə hücum var. Burada isə rəqib piyada ilə vursa biz Y piyadamızla vururuq. Artıq gördüyünüz kimi rəqibin filinə də hücum eləyirik. Bu belə bir vəziyyət var. Bu yəni fransız müdafiəsində, fransız variantında mərkəzə hücum eləyirik və rəqibin artıq ağ fil də geri qayıda bilmir. Çünki geri qayıtsa piyadanı qabağa veririk və ağ fil orada yəni düşmə vəziyyətinə düşür. Bu variantda isə məsəl üçün belə bir variantda var idi. Gəlin burada at belə çıxandan sonra rəqib bizim mərkəz piyadasına hücum elədi və rəqib atını C3 xanasına çıxdı. Gəlin indi C3 xanasına yox, məsəl üçün Y5 gedişi eləyən olubdumu? Bəli, Y5 gedişi də eləmək olub. 10.000 nəfər Y5 gedişi eləyib. Gəlin indi 10.000 adamın gedişindən bax. Məsəl üçün Y5 eləyib atımıza hücum eləyər bilər. Burada isə bizim yenə də bayaqki kimi dediyim kimi vəzinlə A5 xanasından şah veririk və piyadaya birbaşa hücum eləyirik. Burada fərqi yoxdur. Məsəl üçün bunu qoysa yenə biz məsəl üçün fili qoyaq ki D2-yə qoyur, yəni vəzir dəyişmək istəmir. Burada da A5-i götürürük, yenə şah veririk. Gördüyünüz kimi artıq atı da istəyirik. Burada məsəl üçün rəqib fili belə qoya bilər ki, məsələn atı düşməsin. Burada məsəl üçün məqsəd o idi ki, rəqibin artıq mərkəzdəki olan bax bu iki piyadasının ikisini də artıq biz yox eləmişik. Yəni məqsəd fransız müdafiəsində, fransız variantında budur. Elə əsas da odur ki, ağların artıq mərkəzdə piyadası yoxdur, ancaq qaraların gördüyünüz kimi 2 dənə piyadası var və növbəti gedişdə artıq bu piyadaları qorumaqla və qabağa getməklə rəqibə lazımınca təhlükə yarada biləcək. Deməli, gəlin variantı təzədən qaytaraq geri. Deməli, rəqib bayaqları piyadasını D4 eləmişdi və biz piyada ilə vurmuşduq, rəqib də atla vurmuşdu. Bundan sonra biz at F6-ya çıxdıq, yəni piyadanın qabağa getməyi göstərdim ki, pis gedişdir. Və rəqib C3 eləyə bilər. Gəlin C3 yox, yəni C3-ə baxdıq. C3-dən sonra rəqib deməli biz C6-ya çıxdıq atımızı, yəni inkişaf eləyirik. Rəqib isə C5 eləyə bilər. Məsəl üçün filini C5 eləmişdi bayaqları. Gəlin indi filini C5 yox, Y3 variantına baxaq. Görək indi rəqiblərin neçə faizi Y3 variantı ilə oynayıb. Deməli fil Y3 18% oyuncusu fil Y3 gediş eləyib. Elə gəlin biz də həmin variantla oynayaq. Məsələn fil Y3 olansa, fil Y3 oynasa biz əlbəttə ki filimizi çıxırıq B4 xanasına, atı bağlamaya salırıq. Rəqib isə F3 eləyə bilər. Burada vəziyyət nədir? Burada niyə belə eləyir? Çünki atı bağlamaya salanda artıq bu biz atla götürür. Məsəl üçün belə bir vəziyyətdə at bağlamada olduğundan biz məsələn atla bu piyadanı götürəndə artıq rəqib götürə bilmir onu. Çünki atı bağlamada olur. Ona görə də piyadasını F3 gediş eləyə bilər. Yəni həmin piyadanı qoruya bilər. Burada isə biz birbaşa mərkəzə hücum eləyirik, D5 eləyirik. Rəqib isə piyadasından götürür. Biz isə atla götürürük onu və gördüyünüz kimi artıq bağlamada olan ata 3 fiqurla hücum eləmişik. Yəni 2 fiqurla hücum eləmişik. Növbəti gedişdə vəzirimiz də gələcək. Və rəqib atımızı götürə bilər. Bundan sonra biz B piyadası ilə həmin rəqibin atını götürürük. Burada isə rəqib D2 eləyə bilər. Yəni atı bağlamadan çıxarda bilər. Çünki atla yüklənmişik, fillə yüklənmişik və növbəti gedişdə vəzirlə də yüklənəcək. Burada biz qala qururuq. Əlbəttə ki, topumuzu oyuna çıxmalıyıq. Rəqib burada məsəl üçün bizim atımızı götürə bilər. Məsələn, at gəlin baxaq görək həmin gedişi eləyən olubdumu? Məsəl üçün at Y4 at D4 eləyən olubdumu? Bax burada eləyən olub. Bax görürsünüzmü? 41% oyuncusu at X D5 gedişi, yəni atı vuraraq deməli həmçində açıb filimizə hücum eləyib. Burada isə biz mərkəz piyadası ilə götürürük. Rəqibin isə burada tələyə düşsə, əgər bizim filimizi götürsə, biz burada sadə bir gediş eləyirik. Deməli vəzirlə
H4 xanasından şah veririk. Əlbəttə ki, şah oynamalıdır harasa. Məsəl üçün bura oynasa, yəqin ki D2 oynamayacaq. Çünki D2 oynasaq fili götürüb yenə şah veririk. Məsəl üçün və piyadanı qabağa verə bilər və nə bilmirəm, gəlin piyadanı qabağa verək də məsəl üçün. C3 eləməlidir də məsələn. Əsasən bunu oynamalıdır. C3 eləyəndə biz rəqibin filini götürürük və yenə şah veririk və rəqib şahını vəzirinin qabağına qoysa, məsələn burada biz B2 piyadasını götürürük və həmçinin də rəqibin topuna hücum elədik və demək olar ki, artıq rəqibin vəziyyətini pisləşdirdik. Burada məsəl üçün rəqib piyadasını oynamaya bilər. Məsəl üçün şahını qabağa gələ bilər. Orada da fərqi yoxdur. Yenə də burada da biz yenə filini götürürük rəqibin və yenə də mərkəzdə 2 piyadamız var. Gördüyünüz kimi yenə də rəqibə təhlükə yarada bilərik. Bu bir variant. İndi gəlin tam başqa bir varianta baxaq. Deyiləm, belə bir situasiyadır. Deməli, biz fil Y3 gedişinə baxdıq. Deməli, filin bura gəlməyinə baxdıq. Məsələn, və yaxud da birbaşa buna baxdıq. Gəlin, yenə təzədən Y5 gedişinin özəlliyinə baxaq. Y5 gedişi eləyəndə bayaqları biz vəzirlə şah vermişdik və rəqibin piyadasını götürmüşdük. Gəlin o gedişi eləməyək. Məsəl üçün, atımızı D5 xanasına çıxaq. Atımızı D5 xanasına çıxanda artıq rəqibin atını hücum eləyirik və rəqib atını ora yox, birbaşa Y4 gedişi eləyə bilər. Y4 gedişi nə üçündür? Məsəl üçün, buradan şah vermək üçündür. Rəqib istəyir ki, atdan mərkəzdən şah versin və piyadasını mərkəzə keçirsin. Yəni, bura rəqibin piyadası burada olanda artıq biz piyadanı qabağa verə bilməyəcəyik və ağ filimizin qabağı tıxanacaqdır. Burada biz vəzirimizi C7 xanasına çıxırıq. Əlbəttə ki, rəqibin piyadasına hücum eləyirik. Rəqib F4 eləyə bilər, həmin piyadanı qoruya bilər. Burada biz topumuzu B8 xanasına çıxırıq. Topumuzu B8 xanasına niyə çıxırıq? Çünki biz lazım məqamda biz fillə çıxanda rəqib filini çıxacaq və məcburi B2 piyadası boşda qalacaq. Başa düşdünüz nətər? Ona görə də indidən B8 xanasına gəldik ki, topu fili çıxan kimi biz B2 piyadasını vuraq. Burada rəqib C4 eləyə bilər, mərkəzdəki atımıza hücum eləyə bilər. Burada isə bizim gedişimiz, deməli, atı gözdən gələrək B4 xanasından şah verməkdir fillə və burada rəqib filini qoya bilər qabağına və yaxud da filini qoyanda nə olur? Gəlin ona baxaq. Məsəl üçün, burada rəqiblərin çoxusu nə oynayır? Deməli, şah Y2 oynayır. Elə ən yaxşı gediş şah Y2-dir. Gəlin indi fil D2 oynasa nə olur? Gəlin ona baxaq. Səhv variantdır. Deməli, atla F4 piyadasını vururuq. Yəni, burada at artıq görürsünüz ki, fillə vura bilmir. Çünki filin özü bağlamadadır. Fillə bunu vursa, biz topla da vururuq bunu. Deməli, burada rəqib bizim deməli, filimizi vursa öz fili ilə, burada vəzirlə mərkəz piyadasını götürürük. Gördüyünüz kimi, həm filə buradan hücum elədik, həm də buradan atın bağlamada olmağından istifadə edirik. Həmçində qabağına qoya bilmir fiquru, vəziri və yaxud da fili. Çünki biz atı onsuz da vururuq və növbəti gedişdə fili də vuracaq. Və gördüyünüz kimi buradan bu xanalara da hücum eləyirik. Yəni ona görə də bayaqki gedişdə fil buradan B4 xanasından şah verəndə, yəni fili qabağına qoymağı düzgün gediş deyil. Gəlin elə ən çox oynanılan oyun burada şah Y2 olubdur. Gəlin elə şah Y2 variantına baxaq. Deməli, şah Y2 oynayanda biz əlbəttə ki, qala qururuq. Artıq rəqibin qala qurmasının qabağını aldıq biz. Qala qura bilmir. Bundan sonra məsəl üçün rəqib bizim atımızı götürə bilər. Yəni, burada atımızı qurban veririk. Burada isə biz piyada ilə vururuq, C piyadası ilə vururuq və vəzirin də yolunu açırıq. Burada rəqib J5 eləyə bilər. Yəni, atına hücum elədik burada və rəqibin atının gələ biləcəyi ən yaxşı gedişi J5 gedişidir. Yəni, J5-ə hücum eləmək. Burada biz F6 eləyirik. Yəni, ata hücum eləyirik. Həmçinin də məcbur eləyirik ki, mərkəzdəki piyadasının birini versin. Burada rəqib piyada ilə götürsə, biz əlbəttə ki, topla vururuq. Topla vuranda rəqib vəzirini D3 oynaya bilər. Məsəl üçün, gəlin baxaq görək, bu gedişdə rəqiblərin çoxusu nə oynayır? Vəzir D3 gedişi. Gördüyünüz kimi, ən çox oynanılan gedişdir. 68% oyuncu vəzir D3 gedişi eləyib. Vəzir D3 gedişində biz, əlbəttə ki, topumuzu bir xana yuxarı qaldırırıq. Artıq burada topumuzu qurban verə bilərik. Yəni, deyin biləsiz. Topumuzu bir xana yuxarı qaldırırıq. Rəqib isə burada piyada ilə bizim topumuza hücum eləyə bilər. Burada deməli belə bir variant olub. Dubovun oyunudur. Gəlin Dubov burada nə oynayıbdır? Gəlin baxaq. Məsəl üçün belə bir epizodda Dubov topunu qurban verir. Burada rəqib
F piyadası ilə götürəndə burada fillə artıq vəziyyət qarışır. Çünki burada artıq filimizi də qurban veririk. Məcburi rəqib vurmalıdır. Çünki vəzir və şah eyni diaqonaldadır və vurmasa vəziri düşür, həm də vəziri bağlamadadır. Burada rəqib vəzirlə vurmalıdır və burada biz artıq şah verdik vəzirlə. Belə bir vəziyyətdə bu niyə filimizi qurban verdik? Çünki rəqibin vəziri şahına yaxın idi və müdafiədə idi. Biz filimizi qurban verməklə artıq rəqibin şahını, vəzirini öz şahından uzaqlaşdırdıq və artıq biz vəzirlə hücuma keçə bilərik və yəni rəqibin vəziri artıq müdafiəyə çata bilmir. Burada rəqib şahını F3 xanasına oynayır. Burada biz vəzirlə yenə şah veririk. Şah əlbəttə ki J3 xanasına gəlir. Burada fillə arxadan yenə şah veririk. Gördüyünüz kimi şah artıq buralara gələ bilmir və yəni bura gələ bilər ya bura gələ bilər. Məsəl üçün H3 oynaya bilər. H3-dən artıq F3-lə şahdır. Və burada deməyə ehtiyac yoxdur. Şahını burada gələ bilmir. Bir dənə gedişi var. H3 gedişi eləsin. H3 gedişindən sonra artıq biz vəzirlə F3 xanasından rəqibi mat eləyirik. Gəlin başqa bir varianta baxaq. Tutaq ki biz fil bu varianta baxdıq, məsələn bayaqki variantda piyadanı qabağa getmək variantına baxdıq və yaxud da filin bura çıxmaq variantına baxdıq. Gəlin baxaq görək rəqib filini D3 oynasa nədir? D3 oynanılan variant olubdu ümumiyyətlə. Gəlin baxaq görək. Fil D3 variantı olubdu. Bəli, 32% oyuncusu fil D3 variantını oynayıb. Gəlin elə fil D3 variantına da baxaq. Fil D3-dən sonra biz yenə də mərkəzə hücum eləyirik. Rəqib piyadasını qabağa verə bilər, yəni vurmaya bilər. İndi vurma və vurmama variantına da baxacağam. Çünki vuranda rəqib üçün çətin olur. Məsəl üçün piyada ilə vuranda biz burada piyada ilə vururuq və növbəti gedişdə mərkəzdən artıq hücum eləyəcəyik. Rəqibin bu mərkəzdə olan iki fiquruna. Ona görə rəqib vurmamalıdır onu. Əslində Y5 gedişi eləyə bilər. Y5 gedişində artıq biz atımızı D7 xanasına çıxırıq və piyadaya hücum eləyirik. Rəqib burada F4 eləyə bilər. Yəni bu gedişlər məcburi gedişlərdir. Rəqibi məcbur eləyirik ki, bax F piyadasını qabağa gəlsin və burada biz atımızı artıq C5 xanasına çıxdıq. Atın C5 xanasına çıxmağın məntiqi nədir? Rəqib qala qura bilmir. Yəni ağla qala qura bilməmək üçün biz filimizi C5 xanasına çıxırıq. Gəlin belə bir vəziyyətdə görək rəqiblərin çoxusu nə oynayıb. F4. Bəli, 53% oyuncusu deməli F4 oynayıbdı. Mən bunların hamısını nəyə görə göstərirəm? Bunların hamısı insan gedişlərindən analiz elədiyim oyunlardır. Analiz eləyirəm o insan gedişlərindən və yəni Stockfish-lə analiz eləməyə ehtiyac yoxdur. Çünki qarşındakı Stockfish 18 səviyyədə oynamır, insandır və insan gedişlərindən analiz eləyirəm ki, rəqiblərin burada elə bayaqlar göstərdim ki, çox faizi 60-dan çox faizi F4 eləyir. Burada biz yenə deyirəm atım filimizi C5 xanasından çıxırıq və rəqibin qala qurmağının qabağını alırıq. Burada rəqib vəzirinin qabağı qoya bilər. Niyə bunu belə oynadı? Çünki fili sonrakı gedişdə belə qoyub filləri dəyişib qala qurmaq istəyir rəqib. Ona görə oynayır. Yəni baxaq görək burada rəqiblər nə oynayır. Vəzir J4 oynayıbdı. Vəzir J4-də qala qururuq. Burada elə bir problemli bir şey yoxdur. Məsələn vəzir Y2-ni də oynayan olub. Yəni vəzir J4-də qala qururuq. Bu məlum məsələdir. Vəzir Y2-ni də oynayan olubdu. Vəzir Y2-də artıq biz yenə də topumuzu B xanasına çıxırıq. Yenə də filləri dəyişəndən sonra gördüyünüz kimi B2 piyadası boşda qalır deyən topumuzu çıxırıq ki, rəqib fili çıxa bilməsin. Yəni fili çıxa bilməsin, ya əvvəlcə B2 piyadasını müdafiə eləsin. Burada atla bizim filmimizə hücum eləyə bilər. Əlbəttə gördüyünüz kimi fili geri çəksək yenə vuracaqdı filimizi və bu gedişin qarşısını almaqdan ötürü vəzirlə əlbəttə ki şah veririk A5 xanasından. Yəni bu diaqonal bizim üçün vəzir üçün vacib diaqonaldır. Ona görə onu nəzərinizdə saxlayın. Vəzir A5 xanasından şah verəndə əlbəttə ki fili qoya bilmir. Çünki fili qoysa atı götürürük. Ona görə rəqib məcburdur ki atını təzədən geri qaytarsın. Burada isə biz ata hücum eləyərək gördüyünüz kimi artıq rəqibin atı düşdü. Yəni bağlamadaydı, düşdü. Bu varianta da baxdıq. Deməli, belə bir situasiya bayaqları başımıza gəldi. Deməli, rəqib fillə bura gələndə bizim atımızı bağlamaya salıb sonrakı gedişdə piyadanı qabağa vermək istəyəcək. Biz isə yenə deyirəm
atıb bura filmimizi bura gələ bilərdik. Birbaşa gəldik məsəl üçün B4 xanasına. B4 xanasından sonra rəqib bizim atımızı götürdü və biz S piyadasından əlbəttə ki götürdük. Yəni mərkəzi açmaq lazım deyil. Burada məsəl üçün rəqib yenə də piyadasını qabağa verdi. Biz A5 elədik. Yəni bu xanalara ata hücum elədik. Deməli vəzir A5 gedişində artıq biz mərkəzdəki piyadaya hücum elədik. Bayaqları göstərdik ki, məsələn piyada ilə vuranda arxadakı fil gedirdi. Deməli burada gəlin baxaq görək açılış kəşfində nə var. Deməli atı götürmək var. Atı götürəndə gördüyünüz kimi fil düşür. Burada sonra vəzir D4 eləməli var. Vəzir D4 gedişindən sonra biz atımızı çıxırıq. Yəni vəziyyət bizim üçün yaxşı olacaq. Çünki atımız artıq burada bağlamadaydı bayaq atımız çıxdı və rəqibin burada C3 atına 3 fiqurumuzla hücum eləyəcəyik. Vəzir D4 də oynaya bilər rəqib. Mən vəzir D4-də artıq atımızı qoyuruq D5-ə. Burada deməli fillə vurma variantı da var. Gəlin fillə vurma variantına da baxın. Məsələn atımızı fillə vurma variantına baxaq. Atımızı fillə vuranda biz burada gördüyünüz kimi atı götürürük, şah veririk. Əlbəttə ki, şahı piyada ilə götürməlidir. Piyada ilə götürəndə biz vəzirlə vuraraq şah veririk. Əlbəttə ki, vəziri qoymaq istəməyə bilər, çünki topunu qoruya bilər. Məsələn, vəziri qorursa biz topu götürüb yenə şah veririk. Məsəl üçün burada şahını E2 xanasına qoya bilər. Burada isə biz fillə A6-dan rəqibi artıq mat eləyirik. Və bu göstərdiyim Siciliya müdafiəsinin deməli fransız variantı idi və bununla bağlı başqa variantlar da var. Mən onu başqa videolarda göstərəcəyəm. Həmçinin də İtalyan açılışında yeni 5 variantı mən sizə göstərəcəyəm. Həmçinin onun içində Magnus variantı da var. Yəni dərslik videolarımızı izləyin. Sizin üçün maraqlı oyunlar, maraqlı açılış variantları göstərəcəyəm. İzlədiyiniz üçün sağ olun. Bəyəndinizsə də rəy bölməsində fikirlərinizi yazarsınız. Gələn videolarımızda görüşərik dostlar. Sağ olun.